Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Tuncay Əyyubovun Sehirli İllər adlı kitabının təqdimat mərasimi keçirilib. Bu Tuncayın ilk kitabıdır. Kitabda uşaqlar üçün şeir və hekayələr yer alıb. Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsinin sədri, yazıcı publisist Şəhla Ağbuluddur. Tədbirdə Tuncayın müəllimləri, şagirdlər, şair və yazıçılar, mədəniyyət işçiləri iştirak etdilər. Kitaba çəkilən rəsm və illüstrasiyalardan ibarət sərgi təşkil olundu. Xırdalan şəhər musiqi məktəbinin tələbələri və məktəblilərin ifasında mahnılar, rəqslər ifa olundu. Tədbirdə Tuncayın şeirləri səsləndi. Eyni zamanda Tuncaya həsr olunmuş şeirlər oxundu. Bugün çıxış edən bütün natiqlər Tuncayın yaratdığı bu gözəl kitabdan danışdılar. Tədbir Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsi və Xırdalan şəhər Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Tuncay Əyubovu gələcək ədəbi bədii yaradıcılıq yollarında uğurlar diləyirik. İlk addım, ilk kitab, ilk evlad kimidir. Tuncaya bu ilk addımda, bu yaradıcılıq işlərində uğurlar diləyirəm. Həmişə irəli gedib, sayılıb, seçilən insanlardan olsun. Sehirli İllər adlı kitab təqdimatı maraqlı anlarla yadda qaldı. Kitabın müəssisəyə gəlməsində mənim yaradıcılığıma dəyər verərək kitabımı ön söz yazan Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıcı, dramaturq İlqar Fəhmi başda olmaqla bütün əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Bir neçə gündən sonra orta məktəbi bitirirəm. Bu 11 il ərzində mənə bir saat verən Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin bütün kollektivindən təşəkkür edirəm və sonda məzunlara uğurlar diləyirəm. Cəmilə Nəsir qızı Kamil Quliyev bugün informasiya proqramı üçün.